Salam, mənim əziz dostlarım. Mənim kanalımı Cəlil Atamoğlanov kanalını izləyib internetdən pul qazanmaq istəyən dostlar, bugünkü videomda mən sizlərə internetdən pul qazanmağa, yəni internetdən necə pul qazanacaq bu videomda kapçaları həll edərək pul qazanacaq. Bu sayt kapça həll edib pul qazanan saytların arasında ən çox qazandıran saytdır. Bu haqda mən 2 dəfə səhv eləmirəmsə ya da bir dəfə video çəkib kanalımda yerləşdirmişəm. Kanal yenə bu haqda mən video çəkmək istədim. Kanalda saytın dizayneri dəyişdiyi üçün mən yeni bir video çəkdim ki, xəbəriniz olsun. Xəbəri olmayanlar da yenə də saytdan qeydiyyat keçib internetdən pul qazansınlar. İlk öncəliklə kanalıma baxanlardan kanalıma abunə olmağı xahiş edərdim. Beləliklə, əziz dostlar, mən bu saytın linkini videonun altında yerləşdirəcəm. Və keçid alırıq saytımıza. Altdakı linki vuraraq sizə açılan bu bölümdə gördüyünüz kimi oturum aç yerinə öz logininizi yazasınız. Bura isə e-posta yerinə isə öz e-mailinizi yazasınız. Beləliklə, biz bu əməliyyatı etdikdən sonra bizim e-mailimizə bizim parolumuz gələcək və aktiv eləmək üçün link gəlməlidir. O linkə vuraraq həm e-mailimizdəki parolumuzu götürüb buraya oturum aç bölümünə açılacaq. Oturum aç bölümünə daxil olub loginimizi və parolumuzu yazıb öz hesabımızı artıq açmış olacaq və hesabımıza daxil olmuş olacaq. Gəlin mən birlikdə mən də öz hesabıma girim. Gördüyünüz kimi sizdə də belə görsənəcək saytın əsas səhifəsi, ana səhifəsi. Burada biz nə edəcəyik? İlk öncəliklə biz buradan bu bölümə daxil olaraq, bu ikinci bölümə, bunun üzərinə vuraraq, sonra download vuraraq, yəni indir vuraraq, biz bu saytın proqramını öz kompüterimizdə quraşdıracaq və quraşdırdıq. Belə bir şey gələcək. 2 cür şey gələcək. Siz həmişə buna daxil olun. Mən buna da birlikdə daxil olacaq, görəcək. Necə kapsaları həll edib pul qazanacaq. Beləliklə, saytda nə etmək lazımdır? Qeydiyyat keçəndən sonra o proqram yüklənincə biz nə varaq? Saytda gördüyünüz kimi bu bölümdə çalışmaya başlamaq bölümündə heç nə eləmirik. Durumum. Yəni ki, biz burada gündəlik neçə kapça həll etsək, buraya yazılacaq. Qazancımız da bura. Gördüyünüz kimi, məndə buralıqda var. Ayın 27-si 69-dan öncə 0.09 sent. Beləliklə, 26-sında keçən ay 15 sent, 25-ində olub 21 sent. Nə qədər çox kapçaları həll etsək, bir o qədər də çox pul qazanmış olacaq. Bu nə deməkdir? Hatalarım. Hatalarım o deməkdir ki, sizlər də, əziz dostlar, əsas buna diqqət yetirin. Biz kapçaları həll edərkən bizim arabir kapçaların yanında hərflər və rəqəmlər gələcək. Onları doğru yazmasıq, 3 dəfə doğru yazsıq, səhv yazsıq, bizim hesabımız bağlanacaq. Bunun üçün biz kapça həll etdikcə RP, hər bir kapçaya RP qazanılır. Kapçalar həmən bu, həm pul qazanılır, həm də RP qazanılır. Həmən bu yazını biz həm balansımızda 10 sentə silirik, həm də 500 RP-yə silə bilirik. Beləliklə, mən silirəm, məndə var.
Gördüyünüz kimi mən sildim. Bu bölümdə ən iyi işçilərdir. Bugünkü gün işçiləridir. 4301 dənə kapçaya $2.85 qazanıb. Maliyyə bölümü, çəkilmək bölümü. Burada biz gördüyünüz kimi burada mənim 27 sentim var. Biz 500 kapça əldə eləməliyik ki, 500 kapça yazsıq. 500 kapça yazandan sonra bizim pulumuz əsas qazandığımız pul əsas bura köçür. Gərək biz 500 kapça yazmalıyıq ki, pulumuz bura köçsün. 500 kapça yazandan sonra bizim pulumuz avtomatik olaraq bura köçəcək. Bura köçdüsə əgər biz bu pulu istədiyimiz bu bölümdən istədiyimiz istifadə etdiyiniz elektron pul kisələrinə çəkə biləsiniz. Burada hansı elektron pul kisəsinə neçə dollar çəkmək olur, onların hamısı haqqında burada var. Göstərilib hamısı. Beləliklə, ayarlar bölümünə daxil olduqda bu hesaba daxil olun sizdə. Burada pin kod olacaq. Siz pin kodu açmaq lazımdır, pin kodu. Bu nə deməkdir? Pin kod yazacaq bura, 4 rəqəmli. Bunu heç vaxt yadımızdan çıxartmayacaq. Çünki biz bu pin kodla pul çəkəndə bizdən pin kodu soruşacaq. Pul çəkəndə pin kodu yazacaq və bizim hesabımıza pulumuz köçəcək. Siz burada pin kodu yazandan sonra e-mailinizə kod gələcək, ya da nəsə link gələcək. O kodu ya bura yapışdırasınız, təsdiqləyəsiniz, ya da linki bura yazaraq pin kodunuzu təsdiq eləmiş olacaqsınız. Əziz dostlar, gördüyünüz kimi sayt haqqında bu qədər. Mən az öncədə də videonun önündə demişdim ki, bu bölümdən proqramı yüklədik. Proqram yüklənəcək, adi bir şəkildə proqramı yükləyəcək və biz daxil olacaq həmən yüklədiyimiz proqrama. Və necə qazanacaq? Və proqramı açırıq. Start, öz loginimizi və parolumuzu yazıb Start Working vururuq. Gözləyirik proqram təmiz açılsın. Yaxşı olar ki, həmən gördüyünüz kimi hər bir kapça eləyəndə RP qazanılıb. Bir yağda göstərdiyim RP-ları mənim hal-hazırda 606 RP-ım var. Gördüyünüz kimi bu gəldi. Proqramı gözləyirik tam açılsın. RP-ları nəsə səhv yazı yazanda biz silə bilirik. Hal-hazırda bu bir yağda yenə də deyim 27 sent pulum var. Əsas balansım budur. Bu 276 kapçadan sonra əsas balansa köçəcək və mən həmən pulu istədiyim elektron hissəsinə çəkəcəm. Proqram açıldıqdan sonra nə etmək lazımdır? Əgər sizdə də belə açılsa, belə açılmalıdır. Start vurmayın. Heç vaxt start vurmayın. Burada Google Login bölümünə vururuq. Vurursunuz, sizə gözləyin. Bu bölümə vurub bizə kapçalar gələcək bizdə burada. Heç vaxt ona girməyin. Həmişə gözlüyün açılsın, Google Login bölümünə vurun. Və burada gördüyünüz kimi e-mailimizi yazırıq buraya. Delete vururuq. Delete vurandan sonra parolumuzu yazırıq. Və mən delete vururam. Mən delete vururam, əziz dostlar. Parolumuzu və loqomuzu Google hesabımızdakı parolumuzu və loqomuzu yazandan sonra gördüyünüz kimi belə bir şey gələcək. Və start vururuq. Start vurub gözləyirik. Bura kapçalar gəlir. Gördüyünüz kimi belə bir kapça gələcək.
Biz bu kapçaları gördüyünüz kimi həll edib dalayışıq. Yenə çox insanlar yəni bu kapçaları həll edə bilir və hot veridit bunu vururuq. Burada fikir verəsiniz, bu mənim hal-hazırdakı balansımdır və balansımın artmağına fikir verin. Gördüyünüz kimi 83 oldu. Arabir bu yazılar gələcək, əziz dostlar. Ola bilsin ki, siz bu yazıları oxuya bilməyəsiniz. Oxuya bilməsiniz, heç nə vurmayın. Gördüyünüz kimi bu göy xətt dolsun. Bununla heç nə, əsas odur ki, səhv yazmayasınız. Oxuya bilmədinizsə, bu yazını buraxın geçsin, növbəti bir kapçaya keçin. Mən hal-hazırda bunu oxuya bilirəm. Bir bunu deyirdim ki, bu hər bir kapça silmək üçün bu səhv elədik də. Bu səhv eləsək 500, burada rıpımız da artır bizim. Hal-hazırda biz Google hesabımızdan girdiyimiz kimi yazılar bizə pul qazandırmır. Ancaq kapçalar pul qazandırır. Böyükləri böyük yazın, kiçikləri kiçik. Yoxsa böyük düz yazmasınız, bunlar da sizə səhv olacaq. Pul qazandırmır. Ancaq belə əziz dostlar, səhvləri ancaq səhv edir. Gördüyünüz kimi yenə də mənə kapça gəldi. Bu saytın bir şey yaxşıdır. Bəzi kapçaları həll edib qazandıran saytlardan həm çox qazandırır, həm də ki, tez-tez bura kapça gəlir. Görürsən, avtobusu seçirəm. Burada yuxarıda, yəqin ki, sizlər də oxuyasınız, avtobus şəkillərini seçib, vururam. Avtobusun biri qalmışdı və bunu vururam. Burada 607-dir, 608 olacaq. Balansım da gördüyünüz kimi artdı. Belə əziz dostlar, çox sadə. Siz hər gün, yəni boş vaxtlarınızda və yaxud da işsiz olan dostlarımız gün ərzində bu proqramı açıq qoyaraq gün ərzində istədiyi qədər pul qazana bilər. Yəni aylıq internetin pulunu deyim, nə qədər çox işləsiniz, çox qazanın. Yəni nə qədər çox, burada da yenə avtomobilləri vururuq. Nə qədər çox belə kapçaları həll etsək, bir o qədər də çox pul qazanılmış olacaq. Elə əziz dostlar, yenə də gördüyünüz kimi mən video gedə-gedə kapçaları həll edirəm. Vitrin, namı, yəni ki, vitrinamı yenə ki, gördüyünüz kimi bunlar yazılar idi və hofdöret vururam. Belə əziz dostlar, bu videomda da mən yenə sizlərə internetdən pul qazanmağı göstərdim. Sonda yenə də bir kapça gəldi, birlikdə bunu həll edib. Bunun kimi 611 olacaq, burada 31 oldu. Yəni boş vaxtları olan insanlar bu saytdan yaxşı qazanc əldə edə bilərlər, onu da deyim. Bu saytda yenə pulu necə çəkirlər, onu da göstərdim. Belə bir şeylər gələndə bu pulusu bunlara yavaş-yavaş vurub, bunları belə yumru eləmək lazımdır. Sonra gəndə bunu vurur. Bunun kimi həll düz elədik. Yenə də kapça gəldi, açılır, vururuq. Burada znak, yəni znakları. Beləliklə əziz dostlar, videonu izlədiyiniz üçün çox sağ olun. Növbəti bir internetdən pul qazanmaq videosunda görüşərik.